Sənin dərdin nədir? Sən niyə görə eşq adı gələndə əsəbləşirsən? Yo, bu hardan çıxdı bu söz? Quranda yoxdur bu söz. Elə bil ki, bütün sözlər Quranda olmalıdır, bütün sözlər. Quranda deyir, bu söz yoxdur. Məhz sevgi adı gəlir əsəbləşir. Bir insan görün, nə qədər biçarə olsun ki, sevgi adından əsəbləşsin. Bəli, Hüseyni sevən Allah sevir. Hüseynin eşqi Allah sevgisinin meyarıdır, ölçüsüdür. Sevginin o qədər gücü var ki, heç nə qarşısında dayana bilmir. Həmişə din düşmənləri dinin o sevgi hissəsinə hədəf alırlar. Düşünməmsiniz bu barədə? Hansı şeylərdə ki sevgi var, onu hədəf alırlar. Çünki sevgi onları tərk-silah edir. Sevgi olan yerdə onların sözü havaya gedir. Sevgi ən böyük dəyərlərdən biridir və ən strateji mövzudur cəmiyyətin islahı üçün.